Bir gün şah yuxuda görür ki, bütün dişləri tökülüb. Şah saraya yuxuyozan çağırıb soruşur, bu yuxunun mənası nədir? Yuxuyozan cavab verir ki, Qiblə-i aləm, bu yuxunun yozumu odur ki, səndən başqa bütün qohum əqraban öləcək. Qəzəblənən şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun və saraya başqa bir yuxuyozan gəlsin. Şahın əmri ilə ikinci yuxuyozan gəlir. Şah yuxuyozana yuxusunu danışıb cavab gözləyir. Yuxuyozan deyir ki, şahım, gördüyün yuxu onu göstərir ki, bütün qohumlarından sən daha çox yaşayacaqsan. Onların ən uzun ömürlüsü sənsən, şahım. Cavab şahın çox xoşuna gəlir və əmr edir ki, bu yuxuyozana 100 dinar verilsin. Əslində hər iki yuxuyozanda ağıl və məntiq hökmü eynidir. Məna həmin mənada, amma deyimlər fərqlidir. Yəni sözün deyilməsi əsas şərtdir. Şah İsmail Xətai demiş, söz var kəsər savaşı, söz var kəstirər başı. Və ya bir el deyimində deyildiyi kimi, söz var gələr keçər, söz var dələr keçər. Yəni ağıllı adam nə dediyini bilər və dilini qoruyar. Axı şam dilindən yanar deyirlər. Odur ki, sözün kimin harda və kimə necə deməsinin mətləbə çox dəxli var.